395-ci ildə Roma imperiyası iki hissəyə parçalandı: Qərbi və Şərqi Roma. Qərbi Romada ki, xristian kilsəsinin başçısı Roma papası, Şərqi Romada, yəni Bizansda isə kilsə başçısı patriarx adlanırdı. Roma papası və Bizans patriarxı arasında xristianların vahid lideri olmaq uğrunda mübarizə 1054-cü ildə xristian dini və kilsəsinin rəsmi olaraq iki hissəyə bölünməsi ilə nəticələndi. Xristian dini və kilsəsi Qərb və Şərq olmaqla iki hissəyə bölünür. Qərb kilsəsi katolik, Şərq kilsəsi isə pravoslav kilsəsi adlanırdı. Bu dövrdə katolik kilsəsi əhalini soyub talamaqla məşğul idi. Belə ki, orta əsrlər dövründə katolik kilsəsinin əsas gəlir mənbəyi kilsə torpaqlarından alınan vergilər, onda bir vergisi, günahların bağışlanması haqqında Roma papasının fərmanları, cənnət qəbzləri, dini mərasimlər üçün yığılan pullar idi. Papaların əsas məqsədi xristian dünyasında hakim mövqeyə malik olmaqdan ibarət idi. Onlar arasında dünya dövləti qurmaq və dünya hökmdarı olmaq ideyası hələ Frank imperiyasının parçalanmasından əvvəl mövcud idi. Hökmranlıq uğrunda gedən bu mübarizə zamanı Qərbi Avropada cəmiyyətdə aclıq və səfalət geniş yayıldı. Ən çox əziyyət çəkən isə sadə əhali idi. İstehsal dayanmış, iqtisadi həyat isə tamamilə iflic olmuş vəziyyətdə idi. Papa ilk olaraq sülh çağırışı edərək qarşılıq və özbaşınalığın qarşısını almağa çalışır, lakin bu fayda vermir. Bu zaman Papa yeni bir yola əl atır. Belə ki, qüdsə olan sevgini canlandıran və din uğrunda mübarizəni alovlandıran ideyaları ön plana çıxarır. Roma papaları daxili zorakılığı xarici hədəflərə yönəltməyə çalışırdılar. Bunun üçün ağla gələn ən uyğun yer o dövrdə müsəlmanların əlində olan müqəddəs torpaq, yəni Qüds şəhəri idi. Bu şəhər üç dinin, Yahudilik, Xristian və İslam dinlərinin müqəddəs şəhəri hesab olunurdu. Qərbi Avropada Papa tərəfdarları, ruhanilər öz siyasi məqsədləri üçün dini motivlərdən çox məharətlə istifadə edirdilər. Onlar günahları yumaq üçün xaç yürüşünə qoşulmağın ən böyük savab olacağını, İsa'nın qəbrini kafirlərdən azad etməyin ən böyük amalları olduğunu təbliğ edirdilər. Avropa əhalisinin şuurunda küçələrindən süd və bal axan Qüds əfsanəsi yaradılmışdı. Və nəhayət Roma papalarının gözlədikləri həmin o gün gəlib çatdı. 1095-ci ildə Roma papası 2. Urban Klermon kilsə məclisini çağırdı. Burada İsa'nın qəbrini azad etmək, Fələstində müqəddəs torpaqları müsəlmanlardan təmizləmək uğrunda yürüşə başlamağa insanları səslədi. Səlib yürüşünə çıxmaqda kəndlilərin, feodalların və həmçinin Roma papasının özlərinin məqsədləri var idi. Kəndlilər yeni torpaqlara sahib olmaq, feodal istismarından canlarını qurtarmaq istəyirdilər. Feodallar da həmçinin yeni torpaqlar, yeni kəndlilər əldə etmək, şərq ölkələrini qarət etmək xəyalındaydılar. Roma papasının arzusu isə digərlərindən daha böyük idi. Belə ki, o, müsəlmanları və şərq xristianlarını katolikləşdirməklə Romanın mövqeyini gücləndirməyə, hakimiyyətini genişləndirib gəlirlərini daha da artırmağa çalışırdı. İlk səlib yürüşü 1096-1099-cu illərdə baş verdi. Birinci səlib yürüşünə 1096-cı ilin yazında Pyotr adlı rahibin rəhbərliyi ilə ilk olaraq zəif silahlanmış və hərbi işi bilməyən qeyri-mütəşəkkil kəndlilər başladılar. Bu kəndlilər Səlcuq ordusu tərəfindən darmadağın edildi. 1096-cı ilin sonlarında isə Fransa, Almaniya, İtaliya hersoq qraflarının rəhbərliyi ilə cəngavərlər birinci səlib yürüşünə başladılar. Səlibçilərin ordusu Anadoludakı Səlcuq türklərinin hərbi qüvvələrini məğlub etdilər. 1099-cu ildə Qüdsü ələ keçirərək burada müsəlman və yəhudi əhaliyə qarşı qətliamlar törətdilər. Aralıq dənizinin şərq sahillərində ələ keçirdikləri torpaqlarda Edessa, Antioxiya, Qüds və Tripoli adlı xaçlı dövlətləri yaratdılar. Birinci səlib yürüşündə səlibçilərin uğur qazanmasının əsas səbəbi Böyük Səlcuq dövlətinin zəifləməsi idi. Bu zaman Mosul əmiri səlibçiləri məğlub edib, onların birinci səlib yürüşü zamanı ələ keçirdikləri bəzi əraziləri və həmçinin Edessanı azad etdi. Edessa uğrunda isə ikinci səlib yürüşü başladı. İkinci səlib yürüşü 1147-1149-cu illəri əhatə edirdi. Lakin Səlcuqların mübarizəsi, Bizansın səlibçilərə dəstək verməməsi, yürüş iştirakçıları arasındakı ziddiyyətlər ikinci səlib yürüşünün uğursuzluqla nəticələnməsinə gətirib çıxardı.
1187-ci ildə Təbəriyyə gölü yaxınlığındakı döyüşdə Misir hökmdarı Səlahəddin Əyyubi səlib qoşunlarını məğlub edərək Qüdsü azad etdi. Beləliklə 1099-cu ildə işğal olunmuş Qüds 1187-ci ildə azad oldu. Qüdsü geri qaytarmaq uğrunda isə Müqəddəs Roma İmperatoru, Fransa və İngiltərə krallarının iştirakı ilə 3-cü səlib yürüşü başladı. 3-cü səlib yürüşü 1189-1192-ci illərdə baş vermişdi. Lakin bu yürüşdə səlibçilər üçün uğursuz nəticələndi. Səlibçilərin 4-cü yürüşü isə 1202-1204-cü illəri əhatə edirdi. Digər yürüşlərdən fərqli olaraq 4-cü səlib yürüşünə Papa 3-cü Innokenti şəxsən özü başçılıq edirdi. Papa bu yürüşün məsrəflərini qarşılamaq üçün yeni vergilər təyin etdi. Səlibçilər Bizansa, oradan Fələstinə gəmi ilə, dəniz yolu ilə yürüş etdilər. Əsas məqsəd Misir üzərinə planlaşdırılsa da, yürüşün istiqaməti Konstantinopola tərəf dəyişdirildi. Buna səbəb Katolik kilsəsinin patriarxla düşmənçiliyi, həmçinin şərq ölkələri ilə ticarətdə Bizansla rəqabət aparan Venesiyanın təkidləri oldu. 1204-cü ildə səlibçilər Konstantinopolu tutaraq qarət etdilər. Xaçlılar Bizansda Latın imperiyasını yaratdılar. Bu isə 1-ci və 4-cü səlib yürüşləri üçün oxşar cəhətdir. Həm 1-ci, həm də 4-cü səlib yürüşləri zamanı Xaçlılar yeni dövlətlər qurmuşdular. Latın imperiyası 1204-cü ildən 1261-ci ilə qədər mövcud oldu. Bu müddətdə Bizans öz varlığını qısa müddətliyinə itirmişdi. Şərq ölkələrini istila etmək üçün 13-cü əsrin sonlarında daha 4 səlib yürüşü təşkil edilsə də, bunların hamısı uğursuzluqla nəticələndi. Səlibçilər şərqdə işğal etdikləri bütün torpaqlardan qovuldular. Daha sonra səlib yürüşləri Pireney yarımadasında davam etdirildi. Bilirik ki, 7-ci əsrin əvvəllərində ərəblər Pireney yarımadasında Kordova xilafətini yaratmışdılar. Ərəblərin İspaniyanı ələ keçirdiyi zamandan başlayaraq papalar bütün xristianları, yəhudi və müsəlmanları İspaniyadan qovmaq üçün xaç yürüşünə çağırırdılar. Roma papası Reconquista hərəkatını xaçlı yürüşü elan edərək Avropa cəngavərlərini Ayparaya qarşı müqəddəs müharibəyə, qoçaqlıq göstərməyə çağırırdı. İlk vaxtlar Kordova xilafəti bu hücumların qarşısını ala bilirdi. Lakin 11-ci əsrin əvvəllərində daxili çəkişmələr nəticəsində Kordova xilafəti bir sıra müstəqil əmirliklərə parçalandı və Pireney yarımadasında başlayan Reconquista hərəkatının gedişatında səlibçilər Pireney yarımadasındakı müsəlman əmirliklərini ələ keçirərək burada Aragon, Kastilya, Navarra, Portuqaliya krallıqlarını yaratdılar. 1479-cu ildə Aragon və Kastilya krallıqlarının birləşməsi nəticəsində vahid İspaniya krallığı yarandı. Navarra isə İspaniya və Fransa krallıqları arasında bölüşdürüldü. 1492-ci ildə İspaniya Avropada son müsəlman dövləti olan Qranadanı işğal etdi. Qranadanın süqutu ilə Portuqaliya istisna olmaqla bütün Pireney yarımadası İspaniyanın əlinə keçdi. Beləliklə, Pireney yarımadasında yalnız xristian dövlətləri olan İspaniya və Portuqaliya krallıqları qaldı. Xaçlı yürüşləri nəticəsində Aralıq dənizində ticarət inkişaf etdi. Şərq ölkələri ilə ticarət canlandı. Venesiya və Genuya Aralıq dənizindəki ticarəti ələ keçirdilər. Avropalılar şərqdən ipəkçilik, dərman, ətir, güzgü istehsalını öyrəndilər. Avropada bir sıra yeni bitkilərin çəltik, limon, ərik, qarpızın becərilməsinə başlanıldı. Avropalılar ilk dəfə şərqdə kağız və barıtla tanış oldular. İslam dünyasının elm, texnika, mədəni nailiyyətlərinin qərbə ötürülməsində əsas vasitə oldu səlib yürüşləri. Avropalılar gündəlik gigiyena qaydaları ilə tanış oldular. Ən əsası, yürüşlərin əsas təşkilatçısı və ilham vericisi olan Katolik kilsəsinin və onun başçısı olan Papanın nüfuzu aşağı düşdü. Bu isə kilsənin dövlət işlərinə təsirini azaltdı. Səlib yürüşlərinin şərq ölkələri üçün nəticələri isə heç də ürəkaçan olmadı. Müsəlmanlar, yəhudilər və şərq xristianları kütləvi qırğınlara məruz qaldılar. Şərqdə şəhərlər dağıdıldı, mədəniyyət tənəzzül etdi. Ümumilikdə deyə bilərik ki, səlib yürüşləri Avropa tarixinin ən utanc verici səhifəsi hesab olunur. Ən əsası, bunu biz demirik.
Papa II. Yohan Pavel Katolik kilsəsinin keçmişdə işlədiyi günahlara görə üzr istəmiş, inkvizisiya məhkəmələrində və xaç yürüşlərində din adına işlənən işgəncə və cinayətlərdən ötürü bağışlanmaq məqsədi ilə biz bağışladıq və sizin də bağışlamağınızı istəyirik demişdir.